uşaqlarım İlham Əliyev körpədir. Sənin də evdə nəvən var, gəlinin var, qızın var, namusun var, qeyrətin var. Heç mi düşünmürsən bu ölkənin vətəndaşına yaşatdıqlarını, bir anaya yaşatdıqlarını, bu qədəmi şərəfi itirmisən, bu qədəmi qeyrətini itirmisən. Mən 2 uşağı xəstəxana qapısında qoyub, qaçqınların qaldığı evə gedirəm Əliyev. Ay neft oğrusu, ay qaz oğrusu, ay qızıl oğrusu. Ölkəni talamısan, sərvətini yemisən, cəmaatı küçələrə qaçqın, didərgin, köçkün salmısan və bunu da qoymursan, bunu da çox görürsən ki, yox yaşamayacaqsınız. İndi sual verirəm, nə istəyirsən bu xalqdan? Niyə qoymursan? Niyə imkan vermirsən yaşayaq? Mən artıq həqiqətən də bilmirəm, nə edəcəyimi bilmirəm. Ya başımı itirmişəm, nətər yaşayacağımı bilmirəm. Öz sağlamlığım bir yana, övladımın sağlamlığı məni alt üst edibdim psixologiyamı. 2 uşağı, körpə uşağı xəstəxanada qoymuşam. İlham Əliyev məni vətənimdən didərgin salıb, ailəmdən parçalayıb, ailəmdən didərgin salıbdı. Bu yayımı açmayacaqdım. Yəni məqsədim odur ki, insanlar izləsin ki, bu xalq hansı gündədir? Biz nə gündəyik? Biz nələr yaşayırıq? Bizə nələr yaşadırlar? Biz hansı vəziyyətdəyik? Bu vəhşiliyi, bu cinayəti hər kəs görməlidir. Siz belə bir şey ecarda yox deyil, sənin övladını, sənin ailəni yer üzündən silmək istəyirlər bunlar. Bu həqiqətən də belədir. Bunlar bizi məhv eləmək istəyir. İlham Əliyev, Əfqan Sadıqov oradadır. Apar azadlıq meydanına. O vaxtı Nəsimini çarmıxa çəkən kimi apar Əfqan Sadıqovu çarmıxa çək. Bəlkə canın soyuya, bəlkə dincələsən. Əfqan Sadıqov yanınızdadır. Gedin asın, öldürün, kəsin. Bunu da sizin dövlət idarə etmə prinsipiniz qisas alma prinsipidir. Siz bu prinsipdən yaşayırsınız. Əl çəkin də bizdən, nə istəyirsiniz? Niyə qoymursunuz rahat nəfəs alaq? Niyə qoymursan yaşayaq? Niyə Avropa məhkəməsinin qərarı bilə-bilə ki, Avropa məhkəməsinin qərarı olacaq, Əfqan ailəsinin uşağının yanına gələcək, başının üstündə olacaq, sən Əfqanı oradan oğurlatdın. Bunu kim elədi, bunu Əliyev rejimi elədi. Əliyev rejimi nə ilə elədi? Əliyev rejimi neftin, qazın pulunla elədi. Hər şeyi talamaqla kifayətlənmir. Söz verib, and içib ki, Qurana bu xalqı sonuna kimi qanını axıdıb, sonuna qədər məhv eləyəcəkdir. Baxın, mən düşdüyüm vəziyyəti utanmadan, çəkinmədən deyirəm. Əliyev rejimi bir Azərbaycan qadınını, bir ananı bax bu vəziyyətə salıbdır. Bax mən bu vəziyyətdə yaşayıram. Mən uşaqlarımla tək, tənha, mən uşağımın birini, balacanı böyüyün yanında qoymuşam. Böyüyün vəziyyəti ağırdır. Getmişəm ona, o başqa bir şəhərdə qalıram. Oradan gedim onun palını gətirim, paltarını